Ay salam meleykim. Salam aleyküm. Bugünkü əsas qonaqlarımız Salam, xoş gördüm Məcid. Xəyal qardaşımız və Eldar müəllim. Hoş gördük. Xoş gördük. Hoş gördük. Hər vaxtınız xeyirli olsun. Kənd sayağında artıq neçə ildir kənd sayağı verişi gedir və çox təəssüflər ki, ilk dəfədir qonağımız olursunuz. Amma bundan sonra nə vaxt ürəyiniz istəsə, bizim qapımız, darvazamız, pəncərəmiz sizin üzünüzə açıqdır. Xoş gəlmisiniz. Təşəkkür edirəm, var olun. Xoş gördük sizləri. Mənim üçün də inanıram ki, Xəyal bəy üçün də xoşdur sizləri görmək. Sən Xəyal, kənd həyatı ilə aran necədir? Belə şəhərdə doğulub, şəhər uşağı. Ancaq kənd məhsulu yeyə bilərsən. Yemək, əsas sevirəm yeməyi və... Amma bugün isə biz elə bir yeməyi hazırlayacağıq ki, onu heç uşaqlar da sevmirlər. Amma mən çalışacağım ki, o yeməyi bugün sevdirəm. Tamaşaçılarımıza da, elə sizə də. O nə yemək uşaqlar sevmirlər? Mən bilirəm ki, supdur. Sup olacaq. Çünki bax, burada bulyon da görürəm, sonra düyüdür, kartoşkadır, burada nə var? Döşə, toyuğun filesidir. Bizim də könlümüz istəyir ki, Xəyal da bir musiqi ifa eləsin. Elə isə bir dənə Xəyalın da, elə mən nə deyirsin, bir Xəyalın da bir səsini eşidək. Birbaşa yeri var. Belə xarakterlər adamlar, bilirsiniz, məxməri oxuyurlar. Bəli. Çox ruhlu məxməri. Gördünüz, xarakterinizi də oxuyaq onda, elə böyle oxuyun. Hə, sən oxu, biz də ki, ocağımızı qalayaq. Xəyaldan bir mahnı gəlsin. Gəlsin. Gezdiğin yerleri çok dolanmışam, eşkinin oduna gizli yanmışam. Artık bahar değil, karlı bir kışam. Çıkıram sevgilim dağlara sensiz, dağda garipseyip dumansız çensiz. Gez dolan dünyanı, gez dolan bensiz. Perişan olsan da aktarma beni, odlanıp yansan da aktarma beni. Perişan olsan da aktarma beni, odlanıp yansan da aktarma beni. Sensiz harda olsam seninle yanlar, etrini alıram gülün etinden. Sünnetin kalbimde, nəğmən dilimde. Çıkıram sevgilim dağlara sensiz, dağda garipseyip dumansız çensiz. Gez dolan dünyanı, gez dolan bensiz. Perişan olsan da aktarma beni, odlanıp yansan da aktarma beni. Perişan olsan da aktarma beni, odlanıp yansan da aktarma beni. Perişan olsan da aktarma beni, odlanıp yansan da aktarma beni. Perişan olsan da aktarma beni, odlanıp yansan da aktarma beni. Perişan olsan da aktarma beni, odlanıp yansan da aktarma beni. Perişan olsan da aktarma beni, odlanıp yansan da aktarma beni.
Deyirəm xəyal. Görürsən bu xarakter. Bax, o oxunuş, o məxmərlik xarakterin səsidir. Ruhdur, ruh. Çox sağ ol. Elə göyərtini təmizləməyi də xarakterin səsidir. Hə, bu mahnı haqqında Göyərti bir təmizləyib zəhmət xəyal. olmasa, hayca. Hə, bu mahnı Əfqan xalq mahnısıdır. Bilir ki, yəni Əfqanistan xalq mahnısıdır. Bunu Sami Yusuf da oxuyub. Amma səhv eləmirəmsə, bunu ilk dəfə Azərbaycanda Niyaməddin Musayev oxuyub. Səhv Səhv eləmirəmsə məncə də, hə. Bəli, bəli. Oxuyub və gözəl də oxuyub. Mən də elə düşündüm. Gözəl sənətkarımız, Allah ona can sağlığı versin. İnşallah. Mən də gördüm elə sevdiyim mahnılardan idi. Fikirləşdim, neyim. Dedim elə bunu götürüb aranjman edeyim. Çox sağ ol, Eldar müəllim. O təbii ki, musiqi qulağı gözəl olduğu üçün. Belə deyirsən yerli, yataqlı. Axı burada İki müğənni söhbət birbiri ilə danışır. Mən ayrılıqdan burada tək gedir, qalmışam, axtarma, yemək pişirirəm. peşmançılıqdan gedir. Onu qışqıra demək Axırda yemək olmaz. istəyəcəklər. Onu yəqin ki, belə mülayimcəsinə deyəndə daha gözəl. Su qaynayır, Çox ay adam onu Məcid. bilmir. Hələ uzaq güclə Səsə veriblər yeməkdə. Birazdan deyəcəklər yorulmadı. ki, nahar vaxtıdır, Sən yemək ağzını açmamış, istəyirik. mən bildim o ruh, o səs olacaq. Çox sağ ol, Allah razı olsun. Məcid, Xəyal, ümumiyyətlə nə iş görürsən, qardaş? Haralardasan? xəyal göyərti təmizləyir. Ya, Həyatımda ilk dəfə heç vaxt eləmədiyim kimi göyərtəm istəyirdim. nə iş görürsən ümumiyyətlə? Bax, belə deyək də, boş olan, musiqi ilə məşğulsan. Musiqi ilə məşğul, yaradıcılıq, aranjman, Piano. piano, bəstəkarlıq falan. Özüm ixtisasca musiqiçiyəm, yəni piano üzrə qurtarmışam, fortepiano. Professional pianistəm. Hələ bağlamayaq. Arif Məlikovdan dərs almışam, bəstəkarlıq dərsləri. Özüm çox bəstələrimi, öz mahnılarımı özüm yazıram deyim olar ki, əksəriyyətini. Maşallah. Özüm aranjman edirəm. Eldar müəllim, niyə bir də mahnı yazmırsan? İnşallah. Niyə olmasın ki? Ürəyimi oxudun. Hə, mən niyə yazmırsan? İnşallah. Yazaram. Mən də məmnuniyyətlə. Birini də mütləq mənim qızım üçün. İnşallah. Çünki o axtarma məndə dedi ki, aranjmanı özüm eləmişəm. Dedim, maşallah, bərəkallah. Təbii ki, o ifaya görə, xarakterə görə o aranjman uyğunlaşdırmaq olur da. Sizin də ifanız çox gözəl, maşallah. Yəni Allah tərəf razı kimi olsun. olmasın. Sevə-sevə Sizin inan. də üslubunuza uyğun bir dənə mahnı, aranjman eləyər inşallah. İnşallah. Eldar müəllimi bilirik ki, Eldar müəllim məsəl üçün rayonda böyüyüb, orada bayaq öz dediyi kimi də Yerə yol toyuq, uşağı. cücə, nə bilim, hər şey Bəli, saxlayıb. hə. Sən özün rayonda yaşasan nə işlə məşğul olardın orada? Onu belə təsəvvür edirəm, düşünməmişəm onu. Niyə ki? Bax, məsəl üçün, maldarlıqla məşğul olan var, əkinçiliklə məşğul olanlar var. az oldu. Yəni, çoxdur da, iş çox, balıqçılıqla məşğul olanlar var. Əkin biçindən, pomidor əkirlər. Bəlkə də hə, olar Nə bilim, eləyərdim. xiyar, indi Olar eləyərdim. qatraz vaxtıdır. Xəyal, bu nədir? Nədir o? Bacardığımı Xəyal, mən elədim. tərif Gördünüz eləyirəm ki, xəyal suvaydı. Xəyala, ay qızlar, bu neysən? Sən evlisən. Bilirəm, evli olanda göyərti doğramır, evladım, başa düşmür. Çəkin görüb doğra bilmir. Elə enli yox, balaca, bu sən nə üçün doğrayırsan onu? Hə, yaxşı Allah. Qutab üçün doğramırsan ki. Mənim işim səhnə. Xəyal, Mənim işim öyrət. səhnə, musiqi. Xəyal, bir dənə əziz qardaş, bu eşitdim, bu 2004-cü ildə Hə, festivalda olmusan. Bir zəhmət olmasa o festival haqqında Ondan sonra bildirək, nə festivalda məsələ? olmamısınız? Olmuşam masif dünyada, yəni dünya üzrə keçirilən festivalda olmuşam Aha. 2004-cü ildə. Finlandiya, İsveç. Finlandiyada, İsveçdə dünya üzrə piano festivalı keçirildi. 21-ci əsr incəsənət musiqi festivalı. Piano üzrə qatıldım ora, əsərlər falan. Təsəvvür 3 ay ancaq, yəni evdən çıxmadım da, ancaq onunla məşğul oldum. Birinci il oldum, laureat, diplom aldım. Gözəl. Maşallah, təbriklər. Amma ondan sonra bax görürsüz, insanlar bir balaca bir hardasa görsənirsə, sonra özünün inkişafı ilə məşğul olur da. Amma siz bunu etməmisiniz. Dəstək biraz az olur, sözün açığı deyim. Sizə indi özünüz də bilirsiniz də, dəstək biraz zəif olur. İndi sağ olsun, yaxşı insanlar var, dəstək olurlar. Safuriya 1-5. Göz haqqınızı halal edin. Sağ ol, valla. Nuş olsun. Qəşəngdir. Mən Yüksək səviyyədədir. bax, sözün düzünü deyəcəm, Deyil. qəti gözləmirdim ki, belə Mən də, dadlı mən olacaq. də. Aha. Mən deyim, əziz tamaşaçılar, yəni bu yeməyi bişirmək üçün nə etmək lazımdır? Evdə əlinizə keçən atırsınız qazanın içine. Amma ardıcıl növbəli də, yəni hamısını eyni vaxtda atmaq olmaz. Kökü də, çünki kök daha bərk olur. Kartofla eyni vaxtda atılanda daha yaxşı olur. Əvvəl düyünü atırıq döşəti ilə. Mən sizə bir üzr istəyirəm, sözünü kəsdim deyən. Kim bicə qaşıq bunu belə dadandan sonra inanmıram dibində nəsə qalır.
Mən də bütün bu işdə əməyi keçən hər kəsə, indi öndə görsənənlər və kamera arxasında olan bütün əməkdaşlarımıza, hamısına təşəkkür edirəm, bütün ARB heyətinə. Hər birinizə təşəkkür edirəm. Sağ ol. Və mənə də xoş oldu. Həqiqətən mənim üçün də bir fərqli bir macəra oldu, elə deyərdim. Və sizin də bu pozitiv enerjiniz həqiqətən də mənə xoş gəldi. Macəralarınız çox olsun. Və belə əziz tamaşaçılar, bu günlük bu qədər. Sonda isə, bizim əzizimiz Xəyaldan gözəl bir musiqi gəlsin gözəl bir və musiqi. o musiqi sədaları altında biz də yeyək. Yeyişlə çay da süzüm, dəmlədiyimiz çayın da dadına baxacağıq. Siz də süfrəniz hər zaman bol olsun. Amin. Ürəyiniz istədiyiniz insanlarla ürəyiniz istədiyi qidaları qəbul edəsiniz və bizə də baxmağı unutmayın. Bəli, sağ olun. Sağ olun. Sağ olun. Aparım səni uzaqlara, gedək bugün gülüm mənim. Unudaq bu pis günləri, tut əlimdən gedək gülüm. Aparım səni uzaqlara, gedək bugün gülüm mənim. Unudaq o pis günləri, tut əlimdən gedək gülüm. Fikir vermədi heç kəsə, sevgimizlə biz vuruşduq. Uduzmadıq bax heç nəyə, axır gəldi biz qovuşduq. Ayırmaq istədilər, bacara bilmədilər, qaçaq gedək buralardan. Aparım səni uzaqlara, gedək bugün gülüm mənim. Unudaq o pis günləri, tut əlimdən gedək gülüm. Aparım səni uzaqlara, gedək bugün gülüm mənim. Unudaq o pis günləri, tut əlimdən gedək gülüm. Fikir vermədi heç kəsə, sevgimizlə biz vuruşduq. Uduzmadıq bax heç nəyə, axır gəldi biz qovuşduq. Ayırmaq istədilər, bacara bilmədilər, qaçaq gedək buralardan. Aparım səni uzaqlara, gedək bugün gülüm mənim. Unudaq o pis günləri, tut əlimdən gedək gülüm. Aparım səni uzaqlara, gedək bugün gülüm mənim. Unudaq o pis günləri, tut əlimdən gedək gülüm. Aparım səni uzaqlara, gedək bugün gülüm mənim. Unudaq o pis günləri, tut əlimdən gedək gülüm. Aparım səni uzaqlara,